Hər kəsə salamlar. Sualım var rubrikasındayıq və bugünkü məktubu başlamadan öncə mən sizə hər birinizə ayrıcılıqda təşəkkür etmək istəyirəm. Çünki həqiqətən siz olmasanız bu rubrika çoxdan bağlanmışdı. Mənə çox dəyərlidir hər bir məktub. Bilirəm ki, içinizdən ən belə ə, dəyərli bir yerdən qopardıb bunları paylaşırsınız. Asan bir proses deyil və əlbəttə ki, güvəniniz üçün ayrıca dərin bir təşəkkür edirəm. Əgər sən də cəsarətlənsən və məktubunu göndərmək istəsən, e-mail aşağıda buraxıram. Salam Aygün xanım. İlk öncə videolara və insanlara yaşadığınız fərqindəliklərə görə təşəkkürlər. Normalda həyatımı pozitiv görməyə çalışan bir insanam. Çalışdığım qədər toksik pozitivliklərdən də qorumağa çalışıram. Çünki burada türklər demiş pazarlamadır. Qurban rolunda da həyatı yaşamaq mənə xoş gəlmir. Amma bugün dünyanın gedişatı, eşitdiyimiz hadisələr mənə bütün dünyanı, həyatı bir gənc olaraq qazanmaq istədiyim hədəfləri və sair sorğuladır. Bunun mənası varmı deyə düşünürəm. Yediyimizdən içdiyimizə, günlük yaşamımıza, münasibətlərimizə, arzularımıza belə müdaxilə varkən, doğrudan da hansınınsa kimsə yaxşı marketinqi olduğunu anlaya bilmirəm. Yəqin ki, Epstein hadisələrini görmüsüz. Bunu eşitdiyim andan bəri soyumuşam sanki hər şeydən. Bu qədər güclü isimlərin həyatımızı, dünyamızı idarə eləyənlərin sisteminin hər şeyə qərar verdiyi dünyada biz nə etməliyik? Mən 21 yaşındayam və bütün həyatımın qarşıda olduğunu düşünürəm. Amma bu hadisələrlə birlikdə xəyal qurmaq, arzulamaq, hansısa hədəflərə çatmaq mənim üçün çətinləşir sanki. Sistemin tələsinə düşmədən yaşamaq sizcə mümkündürmü? Bu qədər ətrafımızı bürümüşkən. Bu hadisələri görüb, eşidib hansı psixologiya almalıyıq sizcə? Öncədən təşəkkürlər. Sizə də təşəkkürlər. Məncə görmədiyiniz 2-3 dənə mühüm məqam var. Mən onlara toxunmaq istəyirəm. Biz insanlarda onsuz da məncə total azadlıq yoxdur. Bu həmişə belə olub, həmişə də belə olacaq. Yəni indiki baş verən hadisələri nəzərə almasaq, keçmişə getsək, həmişə biz idarə olunmuşuq. İndi bəlkə də texnologiyanın inkişafı ilə əlbəttə ki, bu daha çox mürəkkəbləşib və ağlımıza belə gəlməyən şeylərə qədər olunur. Amma burada əsas məqam odur ki, konkret olaraq sizi bir insan olaraq bu dəqiqə həyatınızda kimsə idarə etmir. Hə, hansısa sistemlər varmı, qurulurmu, bilirik indi telefonun yanında bir dənə, nə bilim, mən bu dəqiqə Madagaskar desəm, 2 saniyə sonra telefonu açan kimi Madagaskardan informasiya gəlir. Okay. Amma biri var ki, mən özümdə paranoya yaradıram. Əsla sizə paranoyak demirəm. Burada özümdən də danışıram. Bir paranoya yaradıram. Harda ki, mənə elə gəlir ki, hamı məni güdür. Və burada bu prosesin içində mənim fərqində olmadan mən özələm. Mənəm, dünya mənim ətrafımda fırlanır. Hamı məni güdür, mənə nəsə eləmək istəyir. Mənə çətinlik yaratmaq istəyir. Bir anlayışı var. Yəni dünyanın mərkəzində mənəm. Bu bizim uşaqlıqdan gələn bir prosesdir ki, hər şey ən vacib şey mənəm, hər şey dünya mənim ətrafımda fırlanır. Onsuz da insan bu anlayışdan vaz keçməyənə qədər yetişkin ola bilmir. Başqa insanlara qarışa bilmir, həyatı anlamaya başlaya bilmir. Sizdə də bu var, fərqində deyilsiniz. Yəni biri var, mən düşünürəm ki, yəni bir paranoyak hala girəm, elə biləm ki, bütün dünya məni durduracaq. Bir də var, mən başa düşürəm ki, hə, heç vaxt bizim total azadlığımız olmayıb və olmayacaq. Biz asılıyıq daxili proseslərdən və zahiri proseslərdən. Amma hal-hazırda məni konkret olaraq arzularımı, xəyallarımın arxasınca getməyə kimsə durdurmur. Konkret başqa heç bir insan durdurmur. Məndən başqa. Bu sizin 21 yaşındasınız, çox gəncsiniz. Yəni bu da 21 yaşında fikirləşəndə, oh my god, yəni mən 43 yaşındayım, 21 yaş artıq mənə az qala belə baby kimi çox gəlir.
Bu sizin qorxularınızdır, və təbiidir. Imm, siz məsələn fərqində deyilsiniz ki, burda o kənar həyatla təsvir etdiyiniz prosesləri daxilinizdə də yaşayırsınız. Məsələn, burda deyirsiniz ki, qazanmaq istədiyim hədəfləri və sair sorğulayıram. Bilmirəm nə özdür, nə marketinqdir. Eee, təbiidir sizin yaşınızda, indi bilmirəm hamı fərqli inkişaf edir. Mən özümü 21 yaşımda çox uşaq kimi xatırlayıram. Heç anlayışlarım yox idi belə şeylərdən. İnsana samanı otdan ayırmaq üçün yetərincə uzun bir yol, bir proseslər keçmək lazımdır. Harda ki, insan özünü tanıyır, insan təbiətini tanıyır, həyatı tanıyır və onda çox asanlıqla da ayırmağa başlayır. Mən məsələn indi ayıra bilirəm, amma öncələr bunu edə bilmirdim. Kimlə danışırdım, orada fikirləşirdim, buna da inanırdım, ona da inanırdım. Bilmirdim, dəli olurdum ki, kim daha doğru deyir, kim daha düzgün deyir və siz bu prosesləri eee, təsvir edirsiniz məktubunuzda. Bunun mənası varmı deyə düşünürəm. İnsanın irəliyə addımlamağa təbii olaraq, özəllə gənc yaşda da qorxular var. Hər yaşda bu qorxular var. Amma gənc yaşda daha çoxdur. Çünki biz özümüzü dəhşətli dərəcədə hamı ilə müqayisə edirik. Ətrafımızda insanlar var, baxırıq ki, kim daha yaxşıdır, mən kimdən daha yaxşıyam, kimdən daha pisəm və biz qorxuruq beynimizdəki o qurduğumuz ideal mənə çatmamaq. O planlar, o arzu deyirsiniz, xəyal deyirsiniz, orada axı siz özünüzü bəlli bir versiyada görürsüz. Və ora çatmaq, ora çata bilməmək çox qorxudur sizi. Çünki ora getmək çox böyük addımlar, uzun müddətli öz üzərində və özü ilə işləməyi tələb edir. Bu isə sizi reallıqdakı versiyanızla qarşılaşdırır. Harda ki, siz başa düşürsünüz, oy, mən nə qədər şeyi bilmirəm, anlamıram, öyrənməliyəm, oxumalıyam və bütün bu proseslərdən keçərkən mən özümün yetərsizliyi ilə qarşılaşacağam. Çünki bir var beynimdəki mən hansı ki mən olmaq istəyirəm və mən ora çatmaq üçün düzgün, rahat və asan bir yol axtarıram, fərqində olmadan, bilmədən. Bir də var ki, reallıq mənə hər addım atanda mənə özüm haqqında tanımadığım bir şeyi göstərir və bu məni diskindirir və qorxudur. Deyirsiniz ki, soyumuşam sanki hər şeydən. Belə güclü isimlər idarə edir bizi. Bəs hadisələrlə xəyal qurmaq, hədəflərə çatmaq mənim üçün çətinləşir sanki. Çətinləşmir, onsuz da çətindir, başa düşürsüz? Çünki həyat ümumən çətindir. Sizdə elə bil ki, anlamaqdansa ki, həyat mürəkkəbdir, həyat çətindir. Çətindir. Bunu nə qədər tez anlasaq, bu pessimistik bir fikir deyil. Bu realistik bir fikirdir. Mən özüm də reallıqdan qopuq olan halda çox yaşamışam. Ona görə mən düşünürəm ki, sevinirəm ki, gənc yaşda izləyicilərim var. Mən zaten 21 yaş üstə insanlarla da işləyirəm terapiyada. Çünki nə qədər tez realistik baxışla özümüzə və həyata başlasaq, o qədər az xəyal qırıqlığı yaşayarıq və məyusluq da təbii ki. Siz fərqində olmadan keçməyə qorxduğunuz yolun məsuliyyətini özünüzün üstündən götürüb sistemə, böyük insanlara, böyük adların üstünə atırsınız. Onlar günahkardır ki, mən hədəflərimə çatmayacağam. Onlar günahkardır ki, mən arzu qura bilmirəm. Əslində isə siz hər dəfə arzu quranda, hədəflərinizə çatmaq istəyəndə içiniz titrəyir, qorxursunuz ora çata bilməməkdən qorxursunuz. Çünki ora gedən yolun fərqinə varanda çətinliyinə, o müqayisələr, o yetərsizlik hissi, o məyusluq hissi sizi sarsıdır. Bunu görmürsüz, sizə elə gəlir ki, sizi durduran sistemdir. Bir də burada vacib məqam odur ki, siz o sistemin üzərinə atmaqla məsuliyyəti
autoaqressiyanız azalır. Yəni özünü bir var ki, mən başa düşürəm ki, okey, sistemlər var, insanlar var, idarə edən var, amma mənim həyatımda yetərincə çox şey məndən asılıdır. Mənim daxili proseslərimdən asılıdır. İnsan o məsuliyyəti çoxsunu öz üzərinə alanda, yəni ki, okey, sistem mən kontrol edə bilmərəm. Çünki sizin dediyinizdən çıxır ki, əgər məsələ sistemdədirsə, onda sistem düzəlsin, mən oturum gözləyirəm, dırıq. Haçan ki, o rahat, ideal dünya yaranacaq, harda ki, mən arzularımı, xəyallarımı rahatlıqla qura bilərəm və oralara rahatlıqla çata bilərəm. Bu yenə də biraz bizim uşaq tərəfimizdən gələn bir prosesdir. Harda ki, biz ideal dünyanın mövcud olduğuna inanırıq. Deyirik ki, yox, bu dünya mənim istədiyim kimi deyil, bu biabırçılıqdır, bu pislikdir, amma yaxşısı, daha yaxşısı mövcuddur. Bu dünyadan küsürəm, yaşamayacağam, xəyal qurmayacağam, heç nə etməyəcəm, ta ki mənim istədiyim olana qədər. Bu mümkün deyil. Dünya bizdən qabaqda var idi, bizdən sonra da olacaq, inkişaf da edir. Biz məcburuq reallığı və həyatı tanımağa və o reallığa qoşulmağı öyrənməyə. Necə öyrənirik? Özümüzü tanıyaraq, insan təbiətini tanıyaraq. Sadəcə bu yolla biz möhkəm fundamentin üstündən gəzərək gedə bilərik. Keçən həftə 4-cü gün çıxan videoda çox danışmışam detallı bu barədə. Siz elə bil ki, sistem elə pis insanlar deyə özünüzə olan o təzyiqi azaldırsınız deyə özünüzdən etdiyiniz tələblər bir növ onda onların üstünə atılır deyə. Əlbəttə ki, özünüzə olan qəzəbiniz, autoaqressiyaniz, o hirsiniz də azalır. Siz özünüzü dediyiniz kimi o qurbana düşürsüz. Amma bu da xoşunuza gəlmir. Çünki başa düşürsüz ki, o pozisiyada yaşamaq istəmirəm. Amma o halınızı yüngülləşdirir. Çünki günahkar mən deyiləm, onlardır. Və ən son məqam isə siz burada çox ümumiləşdirirsiniz. Məsələn, hamı pisdir, hamı insanlar, hamı bizi idarə edir, hamı elə bil ki, sanki çarəsiz bir situasiya yaranır. Siz bunu bəzən belə deyirlər ki, o niyə ərə gedim ki, ərə getmək lazım deyil, hamı boşanır. Ya da artıq süni intellekt var, hamı işini itirir. Amma bu elə deyil, hamı deyil. Bizim bu bir növ bu şişirtmək, harda ki biz deyirik, hər şey pisdir, hər şey çətindir, hər şey pisdir. O, məsəl üçün, qəpiyin bir tərəfidirsə, qəpiyin o birisi tərəfi onun tam əksidir. Hər şey yaxşıdır, hər şey superdir, hər şey idealdır. Başa düşürsüz? Yəni bu hələ ki siz o ağ-qara düşüncə tərzində qalmısınız. Harda ki reallıq hələ sizin həyatınıza sızmağa çalışanda belə siz ondan qorxub qaçırsınız. Bu normaldır, təbiidir. Bunları deyəndə mən sizinlə məsələnmirəm. Yəni hamımız bu proseslərdən keçirik. Amma hələ ki bu ideal çox pis, ağ, qara, pis, yaxşı, günahkar, haqlı, qurban ya da hər şeyi bacaran bir mərhələdəsiz. Normaldır. Yavaş-yavaş bu prosesləri tanıyaraq buradan çıxmağa başlayanda sizə reallıqda yaşamaq daha asan və daha xoş gəlməyə başlayacaq. Və qorxularınız da artıq sizi bu dərəcədə idarə etməyəcək. Çünki siz başa düşəcəksiniz ki, əslində qorxduğunuz şeylər o kənarda olan proseslər deyil də, sizi idarə edən onlardan çox daxilinizdə baş verən mürəkkəb proseslərdir. Hansını ki tanıyaraq biz daxilən azadlıq tapanda artıq irəli addımlar ata bilirik. Və kənarda olan proseslər bizi kədərləndirə bilir, qorxuda bilir, hirsləndirə bilir. Amma yenə də bizi indi və burada addımlarımızı atmaqdan tormozlandırmır. Ümid edirəm, biraz özünüzü tanıya bildiniz bugün. Daha biraz böyle kənardan çəkilib, birazca daha geniş baxa bildiniz. Bu məktubların analizində məqsədi buradadır ki, sizə kənardan bir baxış vermək üçün. Mən isə sizinlə sağollaşıram. Gələn həftə yeni məktubla görüşürük. Bye bye.